السلام عليكم ورحمة الله وبركاته. Thank you for joining me here tonight. Bu gecə mənimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Bu gecə xüsusi bir bölüm olacaq. Çünki dünyanın dörd bir yanından möminlər tərəfindən göndərilən suallara cavab verəcəyik. Beləliklə onları inşallah bir-bir cavablandıracağıq. Birinci sualı Əhməd Əli adlı bir qardaş göndərib və o deyir: Sahibimə olan bütün sevgimlə sənin ardınca gedirəm. Niyə kədərli olduğunu səndən soruşmaq istəyirəm. Niyə kədərlisən? Halbuki mən sənin uğrunda canımı, atamı və anamı fəda etməyə hazıram və həmçinin səndən İmam Sadiq əleyhissalama nisbət edilən Həftüş Şərif kitabı haqqında soruşmaq istəyirəm. Bu kitab həqiqətən ondan mı gəlir, yoxsa uydurmadır? Mənim üçün dua et, yalvarıram. Beləliklə, onun burada iki sualı var və bir istəyi var. Birinci sualına gəlincə, niyə kədərliyəm? Mən Məhəmməd Peyğəmbərə sallallahu aleyhi və alih və onun əhl-i beytinə edilən zülmə görə kədərlənirəm. Dünyanın bugünkü vəziyyətinə görə kədərlənirəm. Adəmin dövləti deyil, iblisin dövlətində yaşadığımıza görə kədərlənirəm. Yetimlərə, dul qadınlara, hər gün öldürülən və qətliama məruz qalan insanlara görə kədərlənirəm. Dünyanın cəhalət içində olmasına görə kədərlənirəm. Yeryüzünün zülm və ədalətsizliklə dolduğuna görə kədərlənirəm. Biz Ali Muhammedin sallallahu aleyhi və alih qurtuluşu üçün dua edirik. Hazırda dünyada sevinməyə bir səbəb yoxdur. Allah Taala yer üzündə hökmran olana qədər kədər mənim və möminlərin qəlbindən çıxmayacaq. İkinci sual isə Həftüş Şərif kitabı haqqındadır. Həftüş Şərif mistik bir kitabdır. Bu çox uzun müddət gizli qalmış bir əlyazmadır. Və inanclı insanlar arasında nəsildən nəslə gizlicə ötürülən, qorunub saxlanılan sirli əlyazmalardan biri idi. Keçən əsrdə isə nəhayət ərəbcə nəşr olundu. Mənim üçün böyük şərəf oldu ki, həmin əlyazmanın tam mətnini ilk dəfə ingilis dilinə tərcümə edən şəxs mən oldum. Və bu kitabı bizim veb saytımızdan yükləyə bilərsiniz. Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, bu kitab bütün İslam irsindəki ən səhih kitablardan biridir. Yəni, bütün əlyazmalar, hədis kitabları və rəvayət məcmuələri arasında bu ən doğru, ən səhih və ən etibarlı olanlardan biridir. Məncə bu kitabı oxumağa vaxt ayıran hər kəs bu nəticəyə gələcək ki, bu kitabın adi bir insan tərəfindən yazılması mümkünsüzdür. Bu sözün əsl mənasında ilahi bir şeydir. Və Əhməd Əliyə dua etməyimə gəlincə, mən sənin üçün dua edirəm, qardaşım, və bütün möminlər üçün də dua edirəm. Elə bir gecə yoxdur ki, dünyanın hər yerindəki mömin, kişi və qadınlar mənim fikrimdə və dualarımda olmasınlar. İkinci sual belədir. İsa İlyanın reinkarnasiyasıdır? Bu sual bizə bu yaxınlarda Əhməd Samir adlı bir qardaş tərəfindən göndərilib. Cavab isə xeyr, deyil. Bunun doğru olmadığını sübut edən bir neçə dəlil var və bu dəlillərin bəziləri elə Bibliyanın özündə mövcuddur. Həmin şəkildə gördüyünüz səhnə isə İsa ilə İlyanın eyni şəxs olmadığını sübut edən səbəblərdən birinə aiddir. Və bu İsa'nın surət dəyişdirdiyi səhnədir. Bu hadisə Matta İncilinin 17-ci fəslində belə təsvir edilir.
6 gün keçdikdən sonra İsa Peter və 2 qardaşı Yaqubu və Yəhyanı özü ilə götürüb yüksək bir dağa qalxdı və orada tək qaldılar. Onlar baxarkən İsa'nın simasında bir dəyişiklik baş verdi. Onun üzü günəş kimi parladı və paltarı ağappaq, parlaq bir hal aldı. Sonra 3 həvari Musanı və İlyanı İsa ilə danışarkən gördülər. Bunun üzərinə Peter söz alıb İsa'ya dedi: "Ya Rəbb, burada olmağımız nə qədər gözəldir. Əgər istəsən, burada 3 çadır qura bilərəm. Biri sənin üçün, biri Musa üçün, biri də İlya üçün." Beləliklə burada açıq-aşkar görünür ki, İsa öz-özü ilə danışa bilməzdi. İlya burada İsa'nın yanında, ondan asılı olmayan bir şəxs kimi görünür və bu da sübut edir ki, onlar 2 fərqli şəxsdir. Bəs İlya kimdir? İlya kimin reinkarnasiyasıdır? Bunun cavabını həm Hikmət sahibinin qayəsi kitabında, həm də Bibliyanın özündə tapmaq mümkündür. Matta İncilinin 17-ci fəslinin 11-13-cü ayələrində belə deyilir: İsa cavab verdi: "Həqiqətən İlya əvvəl gələcək və hər şeyi qaydasına salacaq. Amma mən sizə deyirəm ki, İlya artıq gəlib, lakin insanlar onu tanımadılar və onunla istədikləri kimi rəftar etdilər. Eləcə də insan oğluna da eyni cür əzab verəcəklər." O zaman şagirdlər başa düşdülər ki, İsa onlara vəftizçi Yahyadan danışır. Beləliklə İlya İsa kimi deyil, vəftizçi Yahya kimi yenidən dünyaya gəlmişdi. Sual 3. Salam aleykum və rəhmətullahi və bərəkatuh, əziz atam, ustadım. Nuh əleyhissalamın hekayəsi ilə bağlı bir sualım var və bəlkə bu, mən də daxil olmaqla elm axtaranlar üçün faydalı olar. Nuh əleyhissalamın dövründə əkilən 10 ağac cəza gəlməzdən əvvəl böyümüşdü. Qaim əleyhissalamın hekayəsində də bu cür 10 ağac varmı? Əziz ustadıma sevgi və hörmətlə, Nasir Haşim. Bu sualın mənası budur ki, Nuh əleyhissalamın dövründə baş verən hadisələr bu dəvətdə Qaim əleyhissalamın dövründə yenidən təkrar olunacaqmı? Qısa şəkildə bilməyənlər üçün Nuhun hekayəsi belədir. Nuh əleyhissalam öz xalqına xəbər verir ki, Allah əzab göndərəcək. Onlar soruşurlar ki, bu əzab nə zaman gələcək? Cəbrail əleyhissalam nazil olur və deyir: "Bu xurma ağacının toxumunu götür və ək. O tam böyüyüb ağac halına gələndə onda əzab gələcək." Beləliklə möminlər əmrə tabe olub xurma ağacının toxumunu əkirlər. Ağac böyüyür, lakin əzab gəlmir, təxirə salınır. Cəbrail əleyhissalam nazil olur və deyir ki, Allah Taala qərar verdi ki, əzab bir qədər geciksin. Bu o vaxta qədər baş verməyəcək ki, sən yenidən bir toxum götürüb əkəsən və o böyüyüb yeni bir ağac olsun. Sonra əzab gələcək. Beləcə o hadisə təkrar baş verir. Hər dəfə ağac böyüyür, amma əzab yenə də təxirə salınır. Bu hadisə düz 10 dəfə təkrarlanır. Hər dəfə əzabın təxir salındığı xəbəri gələndə və Nuh əleyhissalam bu xəbəri möminlərə bildirəndə, möminlər 3 qrupa bölünürdülər. Birinci qrup imanlarını itirib inkar edənlər. İkinci qrup şübhə içində qalanlar. Üçüncü qrup imanlarında sabit qalanlar. Bu hal belə davam etdi, ta ki, şübhə içində qalanların hamısı dəvətdən uzaqlaşıb mürtəd oldular. Muhammed və Ali Muhammed əleyhissalamın tərəfindən nəql olunan rəvayətlərdə deyilir ki, Qaim əleyhissalamın dövründə də Nuhun sünnəsi təkrarlanacaq. Başqa rəvayətlərdə də bu hadisənin yenidən baş verəcəyinə və Qaimin məsələsinin Nuhun dövründəki kimi çox gecikdiriləcəyinə işarə olunur. Nasir sual verir: Qaim əleyhissalamın hekayəsində də 10 ağac varmı? Cavab budur ki, bəli, var. Lakin onlar insanları təmsil edir. Bu ağaclar bu dəvətdəki möminləri, 10 qüvvətli və seçilmiş mömini simvolizə edir. Onlar dəvətdə çox mühüm rol oynamalı idilər, amma sonda çökürlər. İmtahandan keçmirlər, dindən dönürlər və nəticədə möminlərin 3 qrupa bölünməsinə səbəb olurlar. İmanında sabit qalanlar, şübhəyə düşənlər, dindən dönənlər.
Question number 4. Sual 4. Assalamu alaikum ve rahmetullahi ve berekatuhu. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh əziz ata. Mənə deyə bilirsinizmi, əgər iblis Adəm əleyhissalama səcdə etsəydi, nə baş verərdi? Well, that's an interesting question. And if Bu sual Taha adlı qardaşımız tərəfindən Amerikadan göndərilib. and accepted Adam over Bu maraqlı bir sualdır. Əgər iblis Allah Taala'nın əmrini yerinə yetirib, Adəmin hakimiyyətini qəbul etsəydi one of the Mahdis, he would have reincarnated və ona səcdə etsəydi, iblis Mehdilərdən biri olardı. O, Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin nəslindən gələn xəlifələrdən biri kimi reinkarnasiya edərdi. Bu səbəbdən bir rəvayətdə Muhammed Peyğəmbər buyurur, Mehdi cənnət əhlinin tavusu olacaq. Əvvəllər iblisin ləqəbi də cənnət əhlinin tavusu idi. Question number 5. Sual 5. Məsələn, Allah niyə İbrahim Peyğəmbərlə danışdı? Halbuki Quranda İbrahim Peyğəmbər Allahdan istəyir ki, ona ölüləri necə diriltdiyini göstərsin ki, ürəyi rahat olsun. How he gives life to the dead. Bu isə o deməkdir ki, onun Allah barəsində bir qədər şübhəsi var və imanda zəifliyi var. And a weakness in faith. When he made this Bu istəyi etdikdə Allah ondan soruşdu, yoxsa iman gətirməmisən? İbrahim dedi, bəli, iman gətirmişəm, lakin qəlbim aram olsun deyə istədim. faith was incomplete. My question is, Bu isə göstərir ki, onun imanı natamam idi. Sualım budur. Niyə Allah bizimlə danışmır? Halbuki ona möcüzə görmədən və ya buna bənzər bir şey olmadan inanırıq. to believe in him. Və biz Allaha inanmaq üçün onun bizimlə danışmasını tələb etmirik. Yəni, biz möcüzəsiz və bizimlə danışmadan da Allaha inanırıq. Bəs niyə Allah bizimlə danışmır? Bir halda ki, biz İbrahim Peyğəmbər kimi ona şübhə etmirik. Yet we don't get spoken to and O İbrahimlə danışdı və onda şübhə vardı. Amma bizimlə danışmır və bizdə şübhə yoxdur. they're called necks. Bunu aydınlaşdıra bilərsinizmi? Bu sual Nex adlı bir qardaşdandır. Bu sual əslində iki hissəyə bölünüb yenidən ifadə oluna bilər. Birinci hissə budur. Niyə Allah İbrahimi seçdi? Niyə onu seçdi və niyə Allah mənimlə danışmır? Prophet sallallahu aleyhi ve sellem said, "O Jibril, why Birinci suala gəlincə, Peyğəmbər sallallahu aleyhi və alih buyurub, friend?" Gabriel responded and said, Ey Cəbrail, niyə Allah İbrahimi özünə xəlil seçdi? Imam al-Baqir aleyhisselam Cəbrail cavab verdi və dedi, çünki o başqalarını doyurardı. Ey Muhammed, İmam Baqir əleyhissalam buyurdu, uca və əzəmətli Allah İbrahimi xəlil seçdi. Çünki o heç kəsi rədd etməzdi və uca Allahdan başqa heç kimdən bir şey istəməzdi. Allah Rəsulu buyurdu, bütün yaradılmışlar Allaha möhtacdır və onların içində Allaha ən sevimli olanları, onun məxluqlarına ən çox fayda verənlərdir. most beneficial to his dependents. And so we see there that Beləliklə buradan görürük ki, Allah Taala özünə yaxın olanları təkcə iman əsasında seçmir, başqa səbəblərə görə də seçir. but rather there are other Və İbrahimin məsələsində rəvayətə görə Allahın onu seçməsinin yeganə səbəbi onun insanlara kömək etməsi idi. he helped people. He cared about people. O insanlara qayğı göstərirdi. O yaxşı bir ev sahibi idi. Of creation regardless of O insanları qonaq edirdi və onların dinindən asılı olmayaraq yaradılmışlara qayğı göstərirdi. story which kind of demonstrates this. It starts off by saying, "And Abraham hearkened to the voice of Yaşir kitabı adlı bir kitab var. Həmin Yaşir kitabındakı bu hekayə bu mövzunu bir qədər aydınlaşdırır. Hagar." And he said, Hekayə belə başlayır. İbrahim Saranın səsini eşitdi. O səhər tezdən qalxdı və Həcərə 12 çörək və bir qap su verdi "With the inhabitants of the və onu oğlu ilə birlikdə yola saldı. Həcər oğlu ilə birlikdə səhra istiqamətinə getdi long time." və Faran səhrasında səhranın sakinləri ilə birlikdə yaşadı. İsmail oxatan idi. In fact, where did Ismail and Hajar go? O səhrada uzun müddət yaşadı və sonra anası ilə birlikdə Misir torpağına getdi. And they dwelt there. And Burada maraqlı bir fakt görürük. İsmail və Həcər hara getdilər? Onlar səhrada əbədi qalmadılar. of Ismail
Onlar əvvəldə olduğu kimi Misrə qayıtdılar və orada yaşadılar. Həcər oğlu üçün Misirdən bir qadın aldı və onun adı Meribə idi. İsmailin arvadı hamilə qaldı və 4 oğul, 2 qız doğdu. Sonra İsmail, anası, arvadı və uşaqları səhraya qayıtdılar və səhrada özlərinə çadırlar qurdular və orada yaşadılar. Onlar səfər edir, sonra ayda və ildə bir dəfə istirahət edirdilər. Allah İsmailə atası İbrahimin hesabına sürülər, mal-qaralar və çadırlar verdi və onun mal-dövləti artdı. İsmail uzun müddət səhralarda və çadırlarda yaşayaraq səyahət edir və dincəlirdi. Lakin atasının üzünü görmürdü. Bir müddət sonra İbrahim arvadı Saraya dedi: "Mən oğlum İsmaili görməyə gedəcəyəm. Çünki onu çoxdandır görməmişəm. Onu görmək istəyirəm." İbrahim dəvələrindən birinə minib səhraya oğlu İsmaili axtarmağa getdi. Çünki eşitmişdi ki, İsmail səhrada bütün var dövləti ilə birlikdə çadırda yaşayır. İbrahim səhraya getdi və günorta vaxtı İsmailin çadırına çatdı. O İsmaili soruşdu və İsmailin arvadını çadırda uşaqları ilə birlikdə oturmuş gördü. Əri İsmail və anası orada deyildilər. İbrahim İsmailin arvadına dedi: "İsmail haradadır?" Qadın cavab verdi: "O ov üçün çölə gedib." İbrahim isə hələ dəvəsinin üstündə idi. Çünki o arvadı Saraya and içmişdi ki, yerə düşməyəcək. İbrahim İsmailin arvadına dedi: "Qızım, mənə biraz su ver içim, səfər məni yorub." İsmailin arvadı cavab verdi və İbrahimə dedi: "Bizdə nə su, nə də çörək var." Və o çadırda oturmağa davam etdi. İbrahimə diqqət etmədi, ondan kim olduğunu da soruşmadı. O çadırda uşaqlarını döyürdü və onlara qarğış edirdi. O həmçinin əri İsmaili də qarğışlayır və onu danlayırdı. İbrahim İsmailin arvadının uşaqlarına dediyi sözləri eşitdi və çox qəzəbləndi və narazı qaldı. İbrahim qadına səsləndi ki, çadırdan çıxıb yanına gəlsin. Qadın çıxıb İbrahimin qarşısında dayandı, çünki İbrahim hələ dəvənin üstündə idi. Və İbrahim İsmailin arvadına dedi: "Ərin İsmail evə qayıdanda ona bu sözləri de. Filistlilər diyarından çox yaşlı bir kişi səni görməyə gəlmişdi. Mən ondan kim olduğunu soruşmadım, çünki sən burada deyildin. Ərin İsmail evə qayıdanda ona de ki, bu kişi belə dedi: Sən evə gələndə bu çadırda qoyduğun mıxı çıxart və onun yerinə başqa mıx qoy. When thou comest home, put away this nail of the tent which thou hast placed here, and place another nail in its stead." Və İbrahim bu göstərişlərini qadını verdikdən sonra çevrildi və dəvənin üstündə evinə doğru yola düşdü. Bundan sonra İsmail ovdan qayıtdı. O və anası birlikdə çadıra döndülər. İsmailin arvadı ona belə dedi: "Filistlilər diyarından çox yaşlı bir kişi səni görməyə gəlmişdi." Onun görünüşü belə idi. Mən ondan kim olduğunu soruşmadım, çünki sən evdə deyildin. O mənə dedi: "Ərin evə gələndə ona de ki, yaşlı kişi belə dedi: Bu çadırda qoyduğun mıxı çıxart və onun yerinə başqa mıx qoy." İsmail arvadının sözlərini eşitdi və anladı ki, bu onun atası idi. Və bildi ki, arvadı atası İbrahimi hörmətlə qarşılamamış, onun kimi davranmamışdı. İbrahimin Allahın yaxın dostu seçilməsinin səbəbi də məhz bu idi. İbrahim heç kimin istəyini geri çevirməzdi. O, kim olmasından asılı olmayaraq, hər kəs üçün qapılarını açardı. Yahudilik, Xristianlıq və İslam rəvayətlərinə görə o, çadırında yaşayardı. İnsanların yaxşısı da, pisi də, qatillər, quldurlar, salihlər, hətta mələklər də onun yanından keçərdi. O isə hər kəsi qəbul edərdi. Məhz buna görə axırda mələklər də onun qapısını döydülər. Və İsmail atasının arvadına dediyi sözlərin mənasını anladı və atasının səsinə qulaq asdı. İsmail həmin qadını uzaqlaşdırdı və o qadın getdi. İsmail onu boşadı.
və sonra Kənan diyarına getdi və oradan başqa bir qadın aldı və onu çadırına yaşadığı yerə gətirdi. 3 il keçdikdən sonra İbrahim dedi: "Yenidən gedib oğlum İsmaili görəcəyəm, çünki onu çoxdandır görmürəm." Və o dəvəsinə minib səhraya getdi və günorta vaxtı İsmailin çadırına çatdı. O İsmaili soruşdu və İsmailin arvadı çadırdan çıxıb dedi: "Ağam, o burada deyil, çünki o sahəyə ov etməyə və dəvələri otarmağa gedib." Və qadın İbrahimə dedi: "Çadıra keç və canın dincəlsin deyə bir parça çörək ye. Yəqin ki, səfərin uzunluğundan yorulmusan." Və İbrahim ona dedi: "Dayanmayacağam, çünki tələsirəm, yola davam etməliyəm, amma mənə biraz su ver içim, çünki susamışam." Qadın tələsik çadıra qaçdı və İbrahim üçün su və çörək gətirib onun qarşısına qoydu. O İbrahimi yeməyə təşviq etdi və o da yeyib içdi, qəlbi rahatladı və o oğlu İsmailə xeyir-dua verdi. İbrahim yeməyini bitirdi və Rəbbə şükür etdi. Sonra İsmailin arvadına dedi: "İsmail evə qayıdanda ona bu sözləri de: Filistlilər diyarından çox yaşlı bir kişi səni görməyə gəldi, amma sən burada deyildin. Mən ona çörək və su verdim. O yeyib içdi və qəlbi rahatladı. Və o mənə belə dedi: Ərin İsmail evə qayıdanda ona söylə ki, çadırda qoyduğun mıx çox yaxşıdır. Onu çadırdan çıxartma." Və İbrahim qadına bu göstərişləri verib Filistlilər diyarındakı evinə qayıtdı. İsmail çadırına qayıdanda arvadı sevinç və şad qəlblə onu qarşılamağa çıxdı və dedi: "Filistlilər diyarından yaşlı bir kişi bura gəldi. Görünüşü belə idi, səni soruşdu, amma sən burada deyildin. Mən ona çörək və su gətirdim. O yeyib içdi və qəlbi rahatladı." Və o mənə belə dedi: "Ərin İsmail evə qayıdanda ona söylə ki, çadırda qoyduğun mıx çox yaxşıdır. Onu çadırdan çıxartma." Və İsmail bildi ki, bu onun atası idi və arvadının ona hörmət göstərdiyini anladı. Və Rəbb İsmaili bərəkətləndirdi. Qısacası, Allahın birini seçməsi üçün müxtəlif səbəblər ola bilər. Sadəcə iman sahibi olmaq kifayət deyil. Təkəbbür, qürur, insanlara pis davranmaq, qonaqpərvər olmamaq və ya heç bir iş görməmək. Bütün bunlar insanı Allaha yaxın olmağa, seçilməkdən məhrum edə bilər. İndi isə onun sualının ikinci hissəsinə, Allahın məxluqatla danışmasına gələk. Yəni, niyə? Birinci hissə belə idi: Allah niyə İbrahimi seçdi? İkinci hissə isə budur: niyə bizimlə danışmır? Allahın məxluqatla danışmasına gəlincə, o bunu necə edir? Quran-Kərimdə belə deyilir: Allahın bir insanla danışması yalnız vəhy ilə, ya pərdə arxasından, ya da izni ilə istədiyini vəhy etmək üçün bir elçi göndərməklə olar. Həqiqətən o ucadır, hikmət sahibidir. Deməli, Allahın insanlarla ünsiyyət qurmasının 3 yolu var. Birincisi, birbaşa vəhy vasitəsilə, necə ki, Allah arılara vəhy edir. İnsanlara yuxularda mesaj göndərir. Vəhy və ilhamla birbaşa əlaqə yaradır. İkincisi, pərdə arxasından danışmaq. Biz bunu Musa əleyhissalamın hekayəsində görürük. Allah onunla ağacın arxasından danışdı. Üçüncüsü isə bir elçi vasitəsilə danışmaqdır. Məsələn, Cəbrail, Mikail və ya İsrafil kimi baş mələklər vasitəsilə. Amma bir çox rəvayətlərdə və müqəddəs mətnlərdə görürük ki, Rəbb peyğəmbərlərə birbaşa zahir olur. Bəs bu necə mümkündür? Məsələn, bu ayədə deyilir: İbrahim 99 yaşında olanda Rəbb ona zahir oldu və dedi: Mən Əl-Şəddayam, qüdrətli Allaham.
Başqa bir ayədə yazılır: Həmin gecə Rəbb İshaqa zahir oldu və dedi: Mən sənin atan İbrahimin Allahıyam. Qorxma, çünki mən səninləyəm, sənə xeyir dua verəcəyəm və xidmətçim İbrahim naminə sənin nəslini artıracağam. Başqa bir ayədə deyilir: Yaqub Paddan, Aramdan qayıtdıqdan sonra Allah ona yenidən zahir oldu və ona xeyir dua verdi. Və 4-cü ayədə Musa ilə bağlı olaraq deyilir: Sonra Rəbb buludun içində endi və onun yanında durdu və öz adını Rəbbi bəyan etdi. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyh buyurdu: Elə bir Peyğəmbər yoxdur ki, onunla birlikdə gizli şəkildə Əli göndərilməmiş olsun. Mənimlə isə açıq şəkildə göndərildi. Başqa bir rəvayətdə o buyurur: Əli hər Peyğəmbərlə gizli şəkildə göndərildi. Mənimlə isə açıq şəkildə. İmam Sadiq əleyhissalam bir rəvayətdə buyurur: Kərrubin bizim şiyələrimizdən olan bir dəstədir. Allah onları ilk yaradılışda ərşin arxasında yerləşdirdi. Bu kərrubinlərin təsvirinə diqqət edin. Bizim şiyələrimizdən olan kimi qeyd edilir. Allah onları ərşin arxasına yerləşdirdi. Əgər onlardan yalnız birinin nuru yer üzündəki insanlara paylansaydı, bu onların hamısı üçün kifayət edərdi. Sonra o dedi: Həqiqətən, Musa əleyhissalam Rəbbindən istədiyini istəyəndə, yəni Allahı açıq şəkildə görmək istəyəndə, Allah kərrubinlərdən birinə dağa təcəlli etməyi əmr etdi və dağ parça-parça oldu. Yəni Allah Musanın istəyini qəbul etdi və ona zahir oldu. Amma birbaşa deyil, bu təcəlli həmin kərrubin mələklərindən birinin vasitəsilə baş verdi və həmin mələklər bizim şiyələrimizdən olan varlıqlar kimi təsvir edilir. Və başqa rəvayətdə Əbu Bəsir deyir: Mən Cəfər ibn Muhammed Sadiq əleyhissalama dedim: Ey Allah Rəsulunun oğlu, mən sənin atan Peyğəmbərin belə dediyini eşitdim. Qaimdən sonra 12 Mehdi olacaq. İmam Sadiq əleyhissalam buyurdu: Həqiqətən o 12 Mehdi deyib, 12 imam yox. Əksinə, onlar bizim şiyələrimizdəndir. Xalqı bizim beyyətimizə və bizim haqqımızı tanımağa dəvət edəcək şəxslərdir. Və beləliklə burada Kərrubin, Muhammedin və Ali Muhammed əleyhissalamın şiyələri kimi təsvir olunduğunu, həmçinin Mehdilərdən də Muhammed və Ali Muhammedin şiyələri kimi təsvir olunduğunu görürük. İmam Əli əleyhissalam başqa bir rəvayətdə buyurur: Mən Musa ilə kolun içindən danışan kəsəm və bu artıq hər şeyi izah edir. Başqa bir rəvayətdə İmam Əli əleyhissalam buyurur: Ey Cabir, kilsə zəngləri çalınanda o gələcəkdən, qaimin dövründən danışır. Yəni bu bir kəhanətdir. Dəhşət artacaq və camış danışacaq. O bunu simvollarla ifadə edir. Sonra o vaxt qəribə hadisələr və necə qəribəliklər baş verəcək. Ta ki, Musa ilə dağdakı kolun içindən danışan şəxs açıq şəkildə, aşkar və tanınan halda zuhur edəcək. Sonra İmam Əli əleyhissalam ağladı. Aydındır ki, İmam Əli əleyhissalam baxmayaraq ki, Musa ilə danışan şəxs olduğunu buyurur. Amma Musa bir çox hallarda Allahla danışıb və bu xüsusi hadisədə İmam Əli əleyhissalam başqasına işarə edir. Elə bir şəxsə ki, o da qaimin və ya Mehdinin zamanında zühur edəcək. Və o da Musa ilə danışmışdı, Rəbbil aləmin kimi. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh və onun əhl-i beytindən gələn saysız hesabsız rəvayətlər var ki, onların hamısı göstərir ki, İmam Əli əleyhissalam peyğəmbərlərlə birlikdə olub, lakin gizlin şəkildə. Bir rəvayətdə deyilir ki, İmam Əli əleyhissalam
Süleyman peyğəmbərə onun üzüyünü verən şəxsdir. O zamanda geriyə səyahət edir, Süleyman peyğəmbərin yanına gəlir və ona üzüyü təqdim edir. Başqa bir rəvayətdə deyilir ki, Davud peyğəmbəri qüvvətləndirən və onun yerinə Calutu öldürən şəxs İmam Əli əleyhissalamdır. Bu səbəbdəndir ki, Quranda belə buyurulur: "Oxu atan sən deyildin, Allah idi." Digər bir rəvayətdə isə deyilir: Musa ilə birlikdə olan, dənizin yarılmasına səbəb olan şəxs əslində İmam Əli əleyhissalam idi. Beləliklə artıq çox aydın olur ki, İsa əleyhissalamı təsəlli edən, çarmıxa çəkilmə hadisələrindən əvvəl ona zuhur edən və onu təsəlli edən mələk həmin Kərrubin, yəni Muhammed və Ali Muhammedin şiyələrindən biri, varislərindən biri olmuşdur. Və həqiqətən bizim dinimizə və İmam Əhməd əl-Həsən əleyhissalamın təlimlərinə görə də belədir. Eyni zamanda İmam Əli əleyhissalam yaxud Muhammed və Ali Muhammedin bəzi varisləri İbrahim peyğəmbərə də zuhur etmişdir. Həmçinin Adəmi cənnətdən qovan və ya çıxaran şəxs də İmam Əli əleyhissalam idi. Biz həmçinin rəvayətlərdən bilirik ki, İsa'nın yerinə çarmıxa çəkilən, yəni onun bənzəri olan şəxs əslində Muhammed və Ali Muhammed əleyhissalamın varislərindən biri idi. İmam Əli əleyhissalam bu hədisdə Əl-Yamanın oğluna danışır və ona belə deyir: "Bir gün Peyğəmbər sallallahu aleyhi və aleyh mənim ağzıma tüpürdü və bu məqama diqqət etmək lazımdır və əlini sinəmin üzərinə çəkdi. Sonra Peyğəmbər dua etdi və belə dedi: Allahım, mənim vəsimə, mənim etibar sahibimə, borclarımı ödəyənə, vədlərimi yerinə yetirənə, əmanətimi daşıyana, hovuzumun qoruyucusuna, düşməninə və mənim düşmənimə qarşı köməkçimə, üzümün kədərini aparana, yəni Əli İbni Əbu Talib əleyhissalama Adəmə verdiyin elmi, Nuha verdiyin səbr və təmkinliyi, İbrahimə verdiyin nəcib nəsil və səxavəti, Eyyuba bəla içində verdiyin səbr və dözümü, Davuda düşmənlərinə qarşı verdiyin gücü və Süleymana verdiyin anlayışı bəxş et. Dünyadan heç nəyi Əlidən gizlətmə, ta ki onu, bütün varlığı, onun gözləri önünə sanki qarşısına sərilmiş kiçik bir süfrə kimi qoyasan. Ya Allah, ona Musanın səbrini ver və İsa'nın bənzərini onun nəslindən qərar ver. Ey Allah, sən mənim yerimə onun üzərində və onun pak, təmizlənmiş övladları üzərində vəkilsən. O övladlar ki, sən onların üzərində hər cür murdarlığı və napaklığı uzaqlaşdırmısan və onları şeytanın toxunuşundan qorumusan. Ey Allah, əgər Qureyş ona qarşı çıxar və başqalarını onun önünə keçirərsə, onu Musanın getdiyi zaman Harunun mövqeyinə qoy. Sonra Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh buyurdu: Ey Əli, sənin salih övladlarından nə qədər çoxu qətlə yetiriləcək. İnsanlar isə baxıb duracaqlar, amma buna mane olmayacaqlar. Peyğəmbərin övladlarının haqsız yerə öldürüldüyünü görüb susan ümmət nə bədbəxt, nə lənətlidir. Qatil əmri verən, ona yardım edən və buna etiraz etməyən, hamısı eyni şəkildə günah və lənətdə ortaqdır. İmam Əli əleyhissalam buyurdu: Biz Allahın ruhuyuq, onun sözüyük. O, özünü məxluqatdan bizim vasitəmizlə pərdələdi. Diqqət edin, o biz deyir, yəni özünü, oğullarını və nəslindən olan imamları nəzərdə tutur. Yəni 12 imamı. O həmçinin Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin nəslindən olan varisləri nəzərdə tutur. O deyir, biz Allahın ruhuyuq, yəni onlar müqəddəs ruhdurlar.
Muhammed və Ali Muhammed əleyhissalam müqəddəs ruh və müqəddəs ruhaniyyətdirlər. Necə ki, müqəddəs ruh əvvəlki peyğəmbərlərlə gizli şəkildə idi. İnsanlar onu görmürdülər. Muhammed peyğəmbərlə isə aşkar idi. Bu da İmam Əli ibn Əbu Talib əleyhissalam vasitəsilə idi. Eləcə də müqəddəs ruh əvvəlki xalqlarla, ümmətlərlə gizli idi. İnsanlar onu görmürdülər. Lakin indi müqəddəs ruh Muhammed peyğəmbərin sallallahu aleyhi və ali və onun ailəsinin varislərinin surətində aşkar görünür. Beləliklə onun sualına cavab olaraq deyirik: Allah səninlə, İbrahimlə danışdığı kimi danışır, müqəddəs ruh vasitəsilə. Yəni, Muhammed peyğəmbər sallallahu aleyhi və ali ailəsindən olan bir şəxs vasitəsilə. Təşəkkür edirəm.